30 illik yolumuzun ən dəyərli hissəsi bu yolu bizimlə birlikdə qət edən insanlardır. Prime Cotton'un hər uğurunun təməlində əməkdaşlarımızın zəhməti, sədaqəti və sevgisi dayanır. Bugün sizə şirkətimizin ilk günündən bizimlə olan və inkişafımıza böyük töhfələr verən dəyərli əməkdaşımızı təqdim edirik. Ben 1969 yılın yanvar ayının 13'ünden o vaxtki yağ ekstraksiya zavodunda buxar qazan sexinə çilinger peşəsinə işə daxil olmuşam. Ondan sonraki vaxtlarda o həmən sexdə ocaqçı, sonra elektrik sexində elektrik çilingeri, sonralar elektrik montöru. Eyni zamanda mən ictimai işlərdə də paralel işlər aparırdım. 1974-cü ildən isə məni əmək mühafizəsi, təhlükəsizlik texnikası mühəndisi vəzifəsinə təyin edildilər. O sonraki vaxtlarda böyük mühəndis, sonra aparıcı mühəndis, bu 30 il mənim bu iş fəaliyyətim davam elədi. 30 il ərzində SSR-nin texniki salonunda, Kaunas Akademiyasında, o vaxtki Leningrad Kənd Təsərrüfatı İnstitutunun müəllim, professor, aspirantlar heyətinin elmi konferansında mənim iş fəaliyyətim layiqincə təbliğ olunurdu. 2004-cü ildən isə mən baş mühəndis təyin olundum. Baş mühəndis təyin olunanda artıq yağ pik kombinatının istehsalat avadanlıqları tədricən sıradan çıxmaq ərəfəsində idi. Odur ki, şirkət tərəfindən qərar alındı ki, yeni bir istehsalat sahəsi tikilsin. Bu məsələ 2006-cı ildən yerinin seçilməyi və avadanlıqların Türkiyədən gətirilməsi prosesi başlandı. O vaxtlar texniki heyətdə mən rəhbərlik edirdim və indiki istehsalat sahəsinin yerinin seçilməyindən o binanın inşa olması, avadanlıqların quraşdırılması və istismara buraxılmasına qədər rəhbərlik mənim üzərimə düşmüşdü. Əvvəlki prosesdə sexin istehsalat gücü təqribən 100-120 ton sutkada çiyid emalı idi. Bir neçə il sonra Respublikada pambıq istehsalının çoxalması ilə əlaqədar əlavə istehsalat gücünün artırılması nəzərdə tutuldu. Hazırda isə həmən istehsalat sahəsində sutkalıq layihə gücü 350-400 tona çatdırıldı. İstehsal olunan pambıq yağının rafinasiya olunması üçün də rafinasiya sexi inşa olundu. Orada müasir avadanlıqlar quraşdırıldı. Lazım olanda da tələbata uyğun yağın rafinasiya prosesi də mükəmməl şəkildə həyata keçirilir. 2014-cü ildə isə mən direktor təyin olundum. İstehsalat sahəsinin təkmilləşdirməsində rolum oldu. O zamanki buxar qazanının sıradan çıxması nəticəsində lazım idi ki, yeni bir müasir buxar qazanlarının quraşdırılması təmin olunsun. Odur ki, buxar qazanlarının yerinin seçilməyi, Türkiyədən petniz buxar qazanlarının gətirilməyi və onların istismara buraxılması da həyata keçirildi. Hazırda bütün istehsalat sahələrində problemlər aradan qaldırılır və normal şəkildə istehsalat prosesi həyata keçirilir. Müəssisədə əsaslı təmin işləri gedir, yeni mövsümə hazırlıq işləri gedir. Pambıq yığımı başlayandan sonra pambıq zavodları işə qoşulunduqdan sonra biz də öz işimizi davam etdirəcəyik. Mən 12 yaşından İdmanın sərbəst güləş növü ilə məşğul olmağa başlamışam. İdman mənim həyatımın digər hissəsini təşkil edib. 1969-cu ildə 19 yaşından isə sərbəst güləş üzrə məşqçilik etmək fikrinə düşmüşəm və bunu uğurla davam elətdirmişəm. 35 il ərzində sərbəst güləş üzrə məşqçilik fəaliyyətim olub. Bu müddət ərzində çoxlu idmançılar, yüzlərlə dərəcəli idmançıları yetişdirmişəm. Onların içində SSR idman ustaları, beynəlxalq idman ustaları yetişib. Bunlardan Yasef Mehdiyev dəfələrlə Azərbaycan çempionu olub, sərbəst güləş üzrə. Rasef Mehdiyev Azərbaycan çempionu olub. Adil Məmmədov Azərbaycan çempionatının qalibi olub.
Rövşən Novruzov yüksək nailiyyətlər olub. Riyasət Mehdiyev beynəlxalq turnirlərin çempionu olub. Azərbaycanda ilk qaydasız döyüş çempionu olub. Sonradan öz profilini dəyişib Kongda, Uşu Sandodan Rasef və Yasef Mehdiyevlər hər iki qardaş dünya çempionları oldu. Yəni ki, bu sahədə də müvəffəqiyyətlə idman fəaliyyətini başa çatdırmışam. Nəriman Əlixanov pambıq yağı istehsalının inkişafına verdiyi dəyərli töhfələr sayəsində bir neçə müsabiqədə laureat olub. O, həmçinin gənc yaşlarından güləşlə məşğul olmuş, sonralar isə peşəkar məşqçi kimi fəaliyyət göstərərək gənclərə sağlam həyat tərzini və nizam-intizamı aşılayıb. İllər ötməsinə baxmayaraq, tələbələr hələ də Nəriman müəllimin onlara bəxş etdiyi dəyərləri və öyrətdiyi nizam-intizamı minnətdarlıq hissi ilə xatırlayır və dərin hörmətlə yad edirlər. Adım Novruzov Rövşəndir. Şirvan şəhərində anadan olmuşam. 8 yaşından sərbəst güləşə Nəriman müəllimin məşqinə getmişəm. 10 ilə qədər məşq etmişəm. Orada Nəriman müəllimin sayəsində nailiyyətlər əldə eləmişəm. Bakı çempionatını güləşmişəm. Nəriman müəllim özü bizə müəllimlikdən başqa da böyük qardaşlıq edib. Nəriman müəllimin yaxşı xüsusiyyətləri bir-bir saysam vaxt çatmaz. Nəriman müəllimə sağ ol deyirəm ki, onun məşqləri nəticəsində mən uğurlar əldə etmişəm. Məmmədov Adil Həbboğlu 1985-ci il Şirvan şəhərində anadan olmuşam. Güləşə həvəsim olduğuna görə atam məni öz müəllimin Nəriman müəllimin yanına apardı. 92-ci ildə Nəriman müəllimin yanında məşq elədim. 93-cü, 94-cü illərdə Şirvan şəhərində, orada biz iki qardaş çempion olduq. Bizə pul hədiyyələri zadı verirdilər o vaxtları. Pul hədiyyələri, hər şey, pal-paltar verirdilər. 96, 98, 99 beləcə düz əskəriyə gedincə Nəriman müəllim əməyi oldu. Nəriman müəllim bizim həm müəllimimiz olub, həm də dostumuz, hər zaman da yanımda olub. Çox dəyər verib bizlərə, bütün tələbələrinə. Nəriman müəllimin səsi gələndə, adı da gələndə mən sevinirəm. Çünki o müəllim mənim müəllimim olub. Bütün idmançılara, bütün tələbələrinə dəyər verən insandır Nəriman müəllim. Nəriman müəllimə mən uzun ömür, can sağlığı arzulayıram. Bütün nailiyyətlərimi Nəriman müəllim hesabına qazanmışam. Nəriman müəllim məni idman, güləşi o qədər çox sevdiribsə məni, mən də bu Almaniyada, indi hal-hazırda Almaniyada yaşayıram ki, burada da mən Azərbaycanlılar üçün həm məşq keçirəm, öyrədirəm ki, bu Nəriman müəllimin mənə öyrətdiyi mən də burada gənclərə öyrədirəm. Nəriman müəllimin səhərdən axşamacan danışsam da azdır. Allah sizin canınızı sağ eləsin ki, siz varsınız, siz gözəl insansınız. Minnətdaram sizə, çox sağ olun. Nəriman müəllim həm rəhbər, həm də həmkarları üçün əsl ilham mənbəyidir. Onunla əməkdaşlıq etmək hər kəs üçün xüsusi və qiymətli bir təcrübədir. Mən Nəzarov İlqar İslamoğlu, Şirvan Yağ-1 filialının direktor müavini vəzifəsində çalışıram. Mən bu filiala 2010-cu ildə daxil olmuşam və Nəriman müəllimlə də o dövrdən yoldaşlığımız başlayıb. Hal-hazırda 15 ilə yaxındır ki, birlikdə fəaliyyət göstəririk. Nəriman müəllimin mənim karyeramın irəliləməsində çox böyük rol olmuşdur. Çünki onun yüksək təcrübəsi, geniş iş biliyi və cavanlara verdiyi töhfədən mən də bəhrələnmişəm və hətta deyə bilərəm ki, ən çox bəhrəni ondan mən almışam. Çünki mənim elə ilk iş fəaliyyətim də, bugünkü fəaliyyətim də ondan bəhrələnməklə keçmişdir. Nəriman müəllim çox səbirli bir insandır və təbii ki, bu onun həm yaşından, həm də yüksək karyerasından, iş təcrübəsindən irəli gəlir. Mən Şahbazov Əvəzava Müzəffəroğlu 1993-cü ildən bu müəssisədə çalışıram. Hal-hazırda baş mexanik vəzifəsində çalışıram. 93-cü ildə bu müəssisəyə gələndə Nəriman müəllim təhlükəsiz texnika üzrə mühəndis işində işləyirdi. Uzun müddət bu müəssisədə çalışdığına görə, fəaliyyətinə görə baş mühəndis işi verildi. Baş mühəndis işindən sonra isə filiala rəhbərlik elədi, direktor vəzifəsində işlədi. Müddət ərzində kollektiv arasında çox böyük hörmət qazanmış bir insandır. Səliqəsi ilə, səhmanı ilə, qabiliyyəti ilə, qanacağı ilə
iş təcrübəsi də kifayət qədər vardı. Çünki o da istehsalata bu müəssisədə fəhləçilikdən başlamışdır. Qazanxanada 2 dəfə işləmişdi, sonra isə ekstrasiya sexində çalışmışdı. Nəriman müəllimin fəaliyyəti zamanı müəssisədə bir çox yeniliklər olmuşdur ki, Sovetlər zamanından qalmış müəssisə artıq bugünkü tələbatı ödəmədiyinə görə, bugünkü məhsulları keyfiyyətini ödəmədiyinə görə yenisi tikilməli oldu və Türkiyə istehsalı olan Semir Qalayçıoğlu firmasının makinaları gəldi və Nəriman müəllimin fəaliyyəti zamanı gördüyünüz bugünkü müəssisə tikildi və istifadəyə verildi müasir standartlara uyğun olaraq. Mən Nəriman müəllimi işgüzar, nümunəvi və əsl insan kimi tanımışam. Prime Cotton ailəsi olaraq 30 illik sadiq xidmətiniz və şirkətimizin inkişafına verdiyiniz dəyərli töhfələr üçün Nəriman Əlixanova dərin minnətdarlığımızı bildiririk. Sizin kimi fədakar və sədaqətli əməkdaşlarımız bizim ən böyük sərvətimiz və fəxr mənbəyimizdir.